Çəki donubsa orqanizmə stres yaşatmaq lazımdır. Fiziki stres, bu idman ola bilər, ən gözəl. Xanımların ən gözəl bacardığı nədir? Deməli, qidalanmasını müəyyən bir həddə davam elətdirir. Eləyir, yəni azalmış şəkildə, amma bu azalma müəyyən bir sərhəddə olur, aşağı düşmür. Yeyir, aha, çəkim dondu. Xanımın strategiyası nədir? Yeməyimi biraz da azaldım, biraz da azaltdı yeməyini. Biraz da getdi, çəki yenə dayandı. Bu biraz da azaldım. Və elə bir həddə gəlib çıxır ki, xanım heç nədən artıq bir hava ilə qidalanmağa başlayır. Çəki də getmir. Çəki də dayanıb yerində aylar keçir, günlər keçir, çəki getmir. Ancaq mənim sizə məsləhət gördüyüm strategiya nədir? Yeməyi azaltmayın. Yemək olduğu kimi qalsın. Yemək bizim normal şəkildə balanslı, gündəlik, doğrudan da balanslı şəkildə qidalanmaq bizim metabolizmimizin sürətini dəstəkləyir. Ona dəyməyin, bunu azaltmayın. Yeməyinizi müəyyən formada, müəyyən kiçik bir defitsit, kalori defitsiti olmaq şərtindən qəbul etməyə davam edin. Siz burada hərəkətin intensivliyini, idmandırsa da idmanın intensivliyini və yaxud da ki, hərəkətin miqdarını artıraraq bu balansı özünüzün xeyrinə gətirə bilərsiniz. Yəni, siz qidalanmanızı azaldırsınız, metabolizmi zəiflədirsiniz və bir müddətdən sonra bitdi yəni. Əzələ kütləsi itirirsiniz, əzələ kütləsi itirəndə də arıqlama prosesi ümumiyyətlə istədiyiniz kimi getmir.